Ermənistanda hakimiyyəti ələ keçirmək məqsədi ilə yaradılan müqəddəs mübarizə hərəkatının üzvlərinin saxlanılması üçün tədbirlər davam etdirilir. Məlumata görə ölkənin Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları bütün ermənilərin Katolikosu 2-ci Qaragenin iqamətgahının ərazisinə daxil olublar. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bir qrup maskalı xüsusi təyinatları Eçmiədzində bütün ermənilərin Katolikosu 2-ci Qareginin iqamətgahının ərazisinə daxil olublar. Məlumata görə Təhlükəsizlik Xidməti əməkdaşlarının məqsədi Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikayel Acapahayanı saxlamaq olub. Lakin keşişlər əməliyyata mane olub və monastıra daxil olan maskalı xüsusi təyinatları iqamətgahdan çıxarıblar. Ermənistan mediası xəbər verir ki, iqamətgahın həyətində polislərlə keşişlər arasında toqquşma baş verib. Nəticədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatları arxiyepiskop Mikayel Acapahayanı saxlaya bilməyib və Eçmiədzindəki monastırı tərk ediblər. Qeyd edək ki, Ermənistanın İstintaq Komitəsi tərəfindən hakimiyyəti ələ keçirməyə açıq çağırışları ilə bağlı barəsində cinayət işi açılan arxiyepiskop Acapahayanı hüquq mühafizə orqanlarının əməkdaşları bugün səhər saatlarında əvvəlcə öz iqamətgahında saxlamağa çalışıblar. Lakin həmin vaxt o yerində olmayıb. Bugün baş verənlərlə əlaqədar Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir ki, Milli Təhlükəsizlik Xidməti və polis təhlükəsizlik səbəbləri ilə və vəziyyətin bilərəkdən qızışdırılmasının qarşısını almaq üçün ərazini tərk etmək qərarına gəlib. Mikayel Acapahayanın gizlənməməsi və əməliyyat qrupunun üzvlərinin yanına gəlməsi üçün çağırış olunub. Mikayel Acapahayanın saxlanmasına mane olunması faktı ilə bağlı Ermənistan İstintaq Komitəsi də bugün daha bir açıqlama verib. Açıqlamada bildirilib ki, Acapahayanın saxlanılması zamanı hüquq mühafizə orqanlarının qanuni fəaliyyətinə mane törədən bir qrup şəxsə qarşı cinayət işi açılıb. Xatırladaq ki, iyunun 25-də İstintaq Komitəsi müqəddəs mübarizə hərəkatının üzvləri tərəfindən Ermənistanda hakimiyyəti ələ keçirmək məqsədi ilə terror aktlarının hazırlanması barədə məlumat verib. Hərəkatın lideri Baqrat Qalstyanın və tərəfdarlarının evlərində geniş miqyaslı axtarışlar aparılıb. Həmin gün axşam onlar məhkəmənin qərarı ilə həbs ediliblər. Ermənistanın müxalif yönlü media resurslarının yaydıqları xəbərə görə Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları təkcə din xadimlərini deyil, həm də media işçilərini təqib edirlər. Rövşən Əliyev, Space xəbər.